Mən 4-5 günün içərisində öz itimə Azərbaycan dilini öyrədə bildim. Amma 4-5 ildir Azərbaycanda yaşayan və neft pullarımızı artıq yeyənlərdən biri olan Alyona Əliyeva Azərbaycan dilində heç nə başa düşmür. İndi göstərəcəm itim nələri başa düşür. Amma ondan öncə bu videoya baxın. Müvazi bir hediye hazırlar. Sonra bir de bir genç tarih. Tapşırıblar, bu yazıq usta deyir sizə hədiyyə hazırlamışam. Bu qız ya mərifətsizdir, ya da ki Azərbaycan dilində heç nə başa düşmür deyə sağ ol da demir. İndi itim görün Azərbaycanca nələri başa düşür. Su, gəl bura. Otur. Uzan. Çevir. Dombala qaş. Kuru vur. Salam ver. İndi sən hak etdin. Burada cənab prezidentə bir-iki məsləhətim var. Alyonanın yemini biraz az eləyin. Deyin ki, Azərbaycan dilində biraz öyrənsin. Ondan sonra Yediz dilində nə olub? Özü Azərbaycan şəhid ailəsinə verdiyiniz 11.000 manat qan puluna təkcə bir sumka gəzdirir. Hələ başqa geyimini, aksesuarını, hələ atasına, anasına şəhidlərin qanı hesabına alınan Qarabağda fermalar, otellər verməyinizi demirəm. Ayıbdır, ayıbdır.